Salam, mən Ağayəmin Təmidov, The University of Hong Kongda Bachelor of Engineering olaraq birinci kursu bitirdim bu il. Ölkə olaraq bunu deyə bilərəm ki, həm ölkə, həm universitet mənim xəyalımdakı kimidir. Ölkə çox təhlükəsiz, sakit və yaşıl, maraqlı bir yerdir. Mədəniyyət olaraq həm qərbin, həm şərqin birləşməsidir. Universitet özü isə həm dərsləri, həm müəllim komandası, həm də təhsil şagirdləri olaraq insanlarla münasibətləri çox yaxşı və günlük həyatınızın sıxıcı keçməyəcəyini dəqiqləşdirə biləcək insanlardır. Bunu deyərdim ki, həm akademik, həm sosial olaraq mənim ən azından mənim üçün ideal bir yerdir. Əgər siz də bura müraciət etmək istəyirsə, onu deyərdim ki, əsas olaraq gecikməyin. Nəticələriniz təxmini noyabr-dekabr aylarında hazır olsun. Çünki daha sonra öyrəndiyim əsasən universitetlərə nə qədər tez müraciət etsəz ən azından bizim halda o qədər yuxarı qəbul şansınız var. Mən deyərdim ki, proses maraqlı və stressli bir prosesdir, ona görə buna hazır olmaq lazımdır. Sonda da ən əsas olaraq mən Türk Akademiyaya, Mətbəə və Nabat xanıma təşəkkür etmək istəyirdim. Təxmini 2 ilə yaxın bir macəramız oldu. Həm stressli, həm əyləncəli bir macəra idi. Əgər xarici təhsil almaq istəyirsə, məncə indidən başlasanız çox yaxşı olar.